Salam, hər vaxtınız xeyir. Deməli, artıq 8-ci sinifə keçid eləyirik. Elə ilk fəslimizdən yavaş-yavaş izah eləməyə başlayacağam. Deməli, birincidə hüceyrədən orqanizmə. Biz bilirik ki, bütün canlıların, yəni ki, orqanizmlərin ən kiçik quruluş vahidi, inkişaf vahidi, struktur vahidi hüceyrədir. Buradan da məsəl üçün siz sxemin içərisinə baxsaq, ilk öncə atomlar birləşib bilirsiniz ki, molekullar əmələ gətirir. Molekullar orqanoidlər əmələ gətirir. Orqanoidlər hüceyrələr, hüceyrələri toxumalar, toxumalar birləşir orqanlar, orqanlar birləşib orqanlar sistemini əmələ gətirir və bu orqanlar sistemi də bütöv bir orqanizmi formalaşdırır. Ümumi olaraq bizim 10 sistemimiz vardır. Həzm sistemi burada göstərilibdir. Həzm, örtük, cinsiyyət, tənəffüs, sümük, ifrazat. Burada göstərilməyənlər də məsəl üçün limfa sistemidir, sonra sinir sistemidir. Yəni həmin şəkillər bu tərəfdə də verilib. Daha diqqətli bax, burada 10 dənə sistemi görəcəksiniz. Sümük sistemi, əzələ, örtük, sinir, endokrin, ifrazat, cinsiyyət, tənəffüs, qan damar və həzm sistemləri. Deməli, müasir canlılar uzun sürən tarixi inkişaf prosesində formalaşmışdır. Onları 4 aləmə bölündüyünü bilirsiniz. Bakteriyalar aləmi, bitkilər aləmi, göbələklər və heyvanlar aləmi. Heyvanlar aləmi bir hüceyrələr və çox hüceyrələr yarım aləmində qruplaşdırılmışdır. Çox hüceyrəli canlıların ən alisi insandır. İnsan məməlilər sinifinin primatlar dəstəsinə aiddir. Yəni insanlar biz bilirik ki, insan bir heyvandır. Yəni insanı heyvandır yoxdur, yəni heyvanlar aləminə aiddir. Onun təşkil səviyyələri əksər çox hüceyrəli canlılarda olduğu kimidir. İnsan orqanizmində molekullar, hüceyrələr, toxumalar, orqanlar və orqanlar sistemlərindən təşkil olunmuşdur. Əksər canlılarda olduğu kimi insan orqanizmində ən kiçik quruluş və inkişaf vahidi hüceyrədir. İnsanın somatik hüceyrə bədən hüceyrəsi deməkdir. Soma bədən deməkdir. Somatik hüceyrələrinin bir nüvəsində normal halda 46, yetişmiş cinsiyyət hüceyrələrinin nüvələrində isə 23 xromosom olur. Bir nüvədən söhbət gedir. Lakin insanın çox nüvəli hüceyrələri olan enozolaqlı əzələ, qaraciyər və sümük iliyi hüceyrələrində xromosomların sayı daha çoxdur. Həmçinin dalaqda da. Yəni bunlar çox nüvəli hüceyrələrdir. Enozolaqlı əzələ, qaraciyər, dalaq, qırmızı sümük iliyi. Belə çox nüvəli hüceyrələrdə olan nüvələrin sayını 46-ya vurmaqla burada xromosomların sayını tapa bilərik. Yəni, əgər hüceyrə çox nüvəlidirsə, orada neçə dənə nüvə varsa, nüvə vurulsun 46 bərabərdir xromosoma. Xromosom sayını tapa bilərik. Ali heyvanların 4 toxuma qrupu vardır. Biz bunu əvvəlki dərsdə də keçdik, 7-ci sinifdə də keçdik ki, hansı toxumalara idi? Birləşdirici toxuma, epitel toxuması, əzələ toxuması və sinir toxuması. Bir neçə toxuma növü birləşərək orqanlar əmələ gətirir. Dişdir, gözdür, ürək, ağciyər, qaraciyər, dalaq, bağırsaq, mədə və s. bilirsiniz ki, orqandır. Orqanlar xarici və daxili olmaqla iki yerə ayrılır. Daxili orqanların çoxu isə orqanizmimizin müxtəlif boşluqlarında yerləşir. Orqanizmimizdə olan boşluqlar iki cür olur. Bir sümük boşluqlar var, bir əzələli boşluqlar var. Təkrar edirəm. Bədənimizdə olan boşluqlar iki cür olur. Bir sümük boşluqlar, bir əzələli boşluqlar. Deyəcəm bu nə deməkdir? Baxın, burada boşluqlara baxın. Kəllə boşluğu, göz yuvası boşluğu, burun boşluğu, ağız boşluğu, onurğa kanalı boşluğu, döş, qarın və çanaq boşluğu. Bunlar hamısı sümük boşluqlardır. Yəni, məsələn, kəllə boşluğu kəllə qutusunda yerləşir. Kəllə də bir sümük deyilmi? Bəli, sümükdür. Deməli, kəllə boşluğudur və ya döş boşluğu. Döş boşluğunu döş qəfəsi, döş sümükləri əmələ gətirir. Deməli, bu da sümük boşluğudur. Bəs yaxşı, əzələli boşluq hansıdır? Diafraqmadır. Sonra ağciyərlərin üzərini örtən plevra boşluğudur. Diafraqma boşluğu, plevra boşluğu, bir də ürəkyanlı kisə. Bunlar isə əzələli boşluqlardır. Məsəl üçün, baş beyin kəllə boşluğunda yerləşir. Bilirsiniz ki, döş boşluğunda nə yerləşir? Ağciyərlərdir, ürəkdir, bunlar döş boşluğunda yerləşir. Məsəl üçün, qarın boşluğunda yerləşir böyrəklər, məsələn, sidik axarları, məsələn, sidik hissəsi yerləşir çanaq boşluğunda və cinsiyyət orqanları. Bunu da müəyyən edə bilərsiniz. Bir neçə orqan birləşərək ümumi funksiya yerinə yetirir və orqanlar sistemini əmələ gətirir. İnsan orqanizmində sümük, əzələ, örtük, həzm, qan damar, tənəffüs, ifrazat, cinsiyyət, endokrin və sinir sistemləri mövcuddur. Bax, bu sistemləri də yaxşı əzbər bir şəkildə bilin. Bütün orqanlar sisteminin funksiyaları bir-biri ilə əlaqədar olur. Bununla da insan orqanizminin həyat fəaliyyəti müntəzəm təmin edilir. Deməli, sinir sistemi və endokrin sistem orqanların işini əlaqələndirir. Beləliklə, insan orqanizmi vahid sistem kimi fəaliyyət göstərir. Endokrin sistemi təşkil edən vəzlərin hormonları qan vasitəsilə orqanlara çatdırılır. Endokrin sistemi sinir sistemi ilə birlikdə onların fəaliyyətini tənzimləyir. Bunlar bir yerdə işləyir.
Faydalı nəticələr əldə etmək üçün orqanlar sistemləri müvəqqəti olaraq birlikdə fəaliyyət göstərir. Belə birləşməni Rus alimi Anoxin funksional sistem adlandırmışdı və ya Pyotr Kuzmiç Anoxin funksional sistem adlandırmışdı. Əsasən burada testlərdə ümumi ad salınırlar, Anoxin olaraq gedir. Ona görə də elə də yadınızda saxlaya bilərsiniz. Burada tapşırıqlara da baxarsınız. Asan tapşırıqlara baxmayacağım. Nisbətən çətin tapşırıqlara baxacağım ki, yəni asanlar zaten asandır. Burada vaxt itirməyə dəymir. Deməli, elə baxaq birincinə. İnsanın göstərilən orqanlarında üstünlük təşkil edən toxumaları müəyyənləşdirin. Əslində, hər bir orqanda demək olar ki, toxumalardan hamısı var. Sadəcə bir toxuma növü daha üstündür, daha çoxdur. Məsəl üçün, ürəkdə enozolaqlı əzələ. Çünki enozolaqlı ürək əzələsi deyirdik. Deməli, enozolaqlı əzələ daha çoxdur. Qaraciyər. Qaraciyərdə epitelidir. Çünki qaraciyər vəzdir. Elə deyil, vəzi ifrazidir. Ona görə də qaraciyər epitel toxumasına aiddir. Baş beyinə gəldikdə, baş beyin sinir toxumasına aiddir. Bud sümüyü, sümük hansı toxuma idi? Birləşdirici toxuma, qandır, sümükdür. Bunlar hamısı birləşdirici toxumadır. Mədalaltı vəzi. Bu da vəzi olduğuna görə epitel toxumasına aiddir. Yəni vəzlər epitel toxumasına aiddir. Yadınızda saxlayın. Verilmiş orqanlar burada deməli 2 asandır. 3-ə baxaq. Sxemi tamamlayın. Fikirlərinizi sinif yoldaş... Aha, deməli, sinif yoldaşımız yoxdur burada. Sxemi tamamlayaq. Deməli, ilk şəkildə, birinci şəkildə göstərilən atomlardır. Atomlar birləşib molekullar əmələ gətirib. Molekullar isə birləşib orqanoidlər əmələ gətirib. Baxın, bu atomlardır. Birləşib molekul əmələ gətiriblər. Molekullar birləşib orqanoidlər əmələ gətiriblər. Orqanoidləri də biləcəksiniz. Yuxarı sinifdə, 9-cu sinifdə idi. Orqanoid nədirsə biləcəksiniz. Sonra həmin bu orqanoidlər birləşib hüceyrə əmələ gətirir. Baxın, burada hüceyrə olmalıdır. Hüceyrə. Bu toxumadır. Hüceyrələr birləşib toxumanı əmələ gətirib. Toxumalar birləşib orqanlar əmələ gətirir. Orqan. Orqanlar da ümumi bir, belə deyək də, orqanlar sistemini əmələ gətirir. Məsələn, bu nədir? Sümük sistemidir. Orqan birləşib orqanlar sistemini əmələ gətirib. Aha. İndi isə canlıların nəsil ağacında insanın yeri. Şəkillərdə görürsünüz ki, ümumiyyətcə canlılar sadədən mürəkkəbə doğru və ən mürəkkəbi də 8-ci, yəni insandır. Ən alisi insandır. Məsəl üçün, 1-də göstərilibdir hidra göstərilib bağırsaq boşluqlardan, 5-də yosunlar göstərilib. Bunlar belə deyək, ibtidai nümayəndələrdir. Sonra məməllərdən məsələn 6 və 8 insan və it göstərilibdir. Yəni sadədən mürəkkəbə doğru təkamül olaraq, ən ali olaraq, yəni insan göstərilib. Ümumiyyətcə, müasir canlılar uzun illər davam edən inkişaf yolu keçmiş, mürəkkəbləşmiş və indiki görkəmlərini almışdır. Müasir təsəvvürlərə görə canlılar dünya okeanında uzun sürən biokimyəvi təkamül nəticəsində yaranmış ilk canlı varlıqlar kiçik selik topacıqları şəklində formalaşmışdı. Bu kiçik selik topacığı dedikləri konservat damlalardır ki, bunu da 10-11-ci sinifdə konservat damlalarının nə olduğunu biləcəksiniz. Lakin onlarda hüceyrənin quruluş elementləri, stoplazma, nüvə orqanoidlər olmamışdır. Çox keçmədən onlar böyüməyə, xarici mühitlə maddələr mübadiləsi etməyə, çoxalmağa qadir olmuş və bakteriyalara başlanğıc vermişdir. İlk bir hüceyrəli bitkilər və heyvanların isə öz başlanğıcını bakteriyalardan aldığı ehtimal olunur. İbtidai bir hüceyrəli qamçılılar göbələklərə, bitki və heyvanlara başlanğıc vermiş. Çox hüceyrəli orqanizmlər isə onlardan başlanğıc götürmüşdür. Koloniya halında yaşayan bir hüceyrələrin mövcudluğu bunu sübut edən dəlillərdən biridir. Koloniyaların yaranması canlıların quruluşunun sonraki inkişafının mürəkkəbləşməsində mühüm əhəmiyyət daşımışdır. Deməli, canlılar arasında insan inkişaf prosesində ən son pillədə yer tutmuşdur. İnsan əcdadı digər canlılar kimi uzun sürən inkişaf yolu keçmiş və müasir görkəmini almışdır. Bu zaman o müxtəlif təsirlərə məruz qalmış, anatomik, morfoloji və fizioloji cəhətdən təkmilləşmişdir. Bəzən testdə belə də sala bilərlər ki, insan yalnız deyir ki, anatomik dəyişikliyə məruz qalmışdır və ya yalnız morfoloji və ya yalnız fizioloji, belə deyil. Üçünü də yadınızda saxlayın. İnsan həm anatomik, həm morfoloji, həm fizioloji cəhətdən təkmilləşmişdir. İnsan bioloji və sosial varlıq kimi canlılar arasında özünə məxsus yer tutur. Və bioloji amili, belə deyək, bioloji amillərin rolunu ilk dəfə olaraq Darwin öyrənibdir. Bunu da yadınızda saxlayın. Darwin öyrənib bioloji amillərin rolunu. Deməli, bu da onda insanlara xas nədir? Diş yerimə, aşağı ətraf əzələlərinin güclü inkişafı, ayaq tağı, 4 əyriliyə malik olan eşşəkili onurğa sütunu, ikinci siqnal sistemi, yəni nitq,
mücərrəd təfəkkür və sair əlamətlərin olması ilə əlaqədardır. Bunlar yalnız insanlara xas olan əlamətlərdir. Burada baxaq ikinci tapşırığa. Deyir ki, sxemdə A və B-yə uyğun olanları yazın. Birinci biz dedik ki, qədim bir hüceyrəli orqanizmlər, söhbət bakteriyalardan gedir. Nələrdən başlanğıc götürüb? Selik topacıqlarından, yəni konservatlardan, selik topacıqlarından. Deməli, A burada selik topacığı olacaq. Sonra bir hüceyrəli heyvanlar, daha doğrusu selik topacığından sonra qədim bir hüceyrəli orqanizmlər, sonra bir hüceyrəli heyvanlara başlanğıc verdi. Bir hüceyrəli heyvanlar, çox hüceyrəli heyvanlara başlanğıc verdi. Artıq ən alisi isə insan olacaq. B-də də insan. A selik topacığı, B insan, D variantı olacaqdır. Bir də bu tapşırığa baxaq. Deyir ki, şəkildəki canlıları nəsil ağacında düzgün yerləşdirin. Siz nəsil ağacının hər iki qoluna, hər iki budağına baxsaz, fikir verin, bu budaq və bu budağına baxsaz, bu tərəfdə onurğasızlardır, bu tərəfdə isə onurğalı heyvanlar göstərilib. Deməli, bu tərəfdə onurğasızları yerləşdirəcəyik. Burada onurğasızlardan 1, 2, 3, 4-dən hansı onurğasızdır? Bax, hörümçək. Hörümçək onurğasızlara aiddir. Ona görə də 4-ü bura yerləşdirəcəyik. Sonra deməli, qaldı bu 3 dənə sual işarəsi. İlk öncə ən aşağı olan, bura latimeriya, baxın, bura baxın, sürünənlər, məməlilər göstərilib, elə deyil. İlk öncə daha doğrusu suda quruda yaşayanlar, sürünənlər, sonra göstərilibdir burada. İlk məməlilər, bu da məməlidir, ümumi, yəni əsl məməlilər göstərilmişdir. Deməli, biz burada elə şey qoymalıyıq ki, bunlardan ən aşağı səviyyə olsun. Bu da olacaq latimeriya balığı. Ona görə də bura çox qarışıq oldu. Latimeriya balığını buraya yerləşdiririk. Üçüncü budur. Sonra, indi bu hissələr qaldı. Latimeriya burada elə bir ilk məməli göstərilibdir. İlk məməlilərdən biraz yuxarı, deməli, burada olacaqdır quşlar. Quşlar, aha. Bu sual işarəsi də olacaqdır meymun. Artıq ən alisi də zaten insandır. İnsan da göstərilibdir burada. Davam eləyək. Bunu silək. Tamam. İnsanı əmək yaratmışdır. İnsan tarixi inkişafın ilk mərhələsində təkamülün bioloji hərəkətverici qüvvələrinin təsirinə daha çox məruz qalmışdır. Daha sonra isə əmək fəaliyyəti nəticəsində təşəkkül etmiş, sosial amillər bu təkamüldə antropogenez, yəni mühüm rol oynamışdır. İctimai həyat tərzinin formalaşmasında birgə yaşayışın əmək fəaliyyətinin xüsusi əhəmiyyəti olmuşdur. Səsin yaranmasında iştirak edən orqanlarda baş verən irsi dəyişkənlik nəticəsində nitq formalaşmışdır. Deməli, nitqin inkişafı ilə əlaqədar isə mücərrəd təfəkkür inkişaf etmişdir. Deməli, səsin yaranmasında iştirak edən orqanlarda dəyişiklik baş vermişdir. Bunlar nitqi formalaşdırmışdır. Nitqin inkişafı ilə mücərrəd təfəkkür inkişaf etmişdir. Deməli, burada bioloji və sosial amillər göstərilib. Bilin, bioloji amillər, irsi dəyişkənlik, yaşamaq uğrunda mübarizə və təbii seçmədir. Sosial amillər, əmək, nitq, şuur və ictimai həyat tərzi isə sosial amillərə aiddir. Bunlar insanın əmələ gəlməsinin antropogenez, yəni hərəkət verici qüvvələridir. Antropogenez nə deməkdir? Burada da açılışı verib. Antropos, insan, genezis, mənşə deməkdir. İlk dəfə Jean-Baptiste Lamarck bunlar testə düşür, diqqətli olun. İlk dəfə Jean-Baptiste Lamarck insanın meymuna bənzər əcdadlardan başlanğıc götürdüyü fikrini irəli sürmüşdü. Təkamül prosesində onun canlılar içərisində ən ali varlıq olduğunu isə Charles Darwin müəyyən etmişdi. Friedrich Engels insan təkamülündə ictimai amillərin əsas rol oynadığını sübut etmiş, onun insana bənzər meymunlardan fərqlənməsinin əsas səbəblərini əmək alətlərinin tətbiqində görmüşdür. İnsanın əmələ gəlməsi zamanı həm baş verən morfoloji və fizioloji dəyişikliklərə ilk səbəb testə düşür. Yadınızı saxlayın. İnsanın əmələ gəlməsində yalnız morfoloji və ya yalnız fizioloji deyil, həm morfoloji, həm də fizioloji dəyişikliklər baş vermişdir. Deməli, dik gəzməyə keçid əllərin yeriməkdən azad olmasına səbəb oldu. Əl vasitəsilə fərqli üsullarla müxtəlif qidalar toplanılmağa başladı. Əmək alətləri düzəldirdi. Əmək alətlərinin hazırlanması insanla meymun arasında fərqin daha da artması ilə nəticələndi. İnsanın sinir sistemi mürəkkəbləşdi. Əllər əməklə məşğul olduqca daha da təkmilləşərək müasir formasını almışdır. Tamam. Deməli, instinkt nədir? Düşüncəli fəaliyyət nədir və təfəkkür nədir?
Bal arıları cəmiyyət halında yaşayır. Bu zəhmətkəş həşəratların ailəsində bir ana, yüzlərlə erkək, minlərlə çoxalma qabiliyyətini itirmiş dişi işçi arı olur. Burada erkək arılar, yəni ki, ana arı da belə cütləşmə prosesində iştirak eləyirlər. Ana arı isə yəni yumurtaların qoyulmasında iştirak eləyir. İşçi arılar isə bal toplanılmasında, yəni ki, nektar toplanılmasında iştirak edən arılardır və dişi işçi arılar çoxalma qabiliyyətini itirmiş arılardır. Bunlar çoxalmır, yalnız ana arı çoxalır. Aha. Deməli, davam eləyək. Ümumiyyətcə canlıların, o cümlədən də insan və heyvanların qida maddələrinə, suya, ətraf mühit dəyişmələrinə uyğunlaşmağa, bir-biri ilə əlaqədə olmağa ehtiyacı vardır. Ümumiyyətcə bu ehtiyac dedikdə canlılardakı reflekslər nəticəsində bu və ya digər dərəcədə ödənilir. Alimlər müəyyən ediblər ki, insan və heyvanlarda əmələ gələn reflekslərin yaranması, formalaşması ümumi qanuna uyğunluqlara əsaslanır. Lakin bu qanuna uyğunluqlarda fərqlər də mövcuddur. Bu da canlıların sinir sisteminin inkişaf səviyyəsindən asılıdır. Sinir sistemi nə qədər yaxşı inkişaf edibsə, davranışlar da bir o qədər mürəkkəb olur. Məsələn, balıqlar həyat tərzi ilə bağlı çoxalma, qidalanma və qışlama miqrasiyaları, yer dəyişmə eləyirlər. Çoxalma prosesində onların bəzi növlərində nəsil qayğısına qalma kimi güclü instinkt formalaşmışdı. Qısacası, burada instinkti biraz belə, necə deyim, nümunələrlə göstərib. Ümumi mən sizə deyim ki, instinkt belədir ki, instinkti heç kim öyrətmir. Sonradan qazanılmır. Instinkt əgər ki, anadan gəlmə yaranıbsa, siz ona instinkt deyə bilərsiniz. Anadan gəlmə yaranıbsa, siz ona instinkt deyə bilərsiniz. Bir də düşüncəli fəaliyyət var. Düşüncəli fəaliyyət isə sonradan yaranır, sonradan qazanılır. Yəni, sanki belə deyim də, hərə bir cür düşünür. İndi yəni başa salacağım bu nə deməkdirsə, bir bunu bilin ki, instinkt anadan gəlmə yaranır, anadan gəlmə olan bir şeydir. Düşüncəli fəaliyyət isə sonradan qazanılır. Yəni sonradan qazanılır dedikdə hərə bir cür düşünür. Sonradan qazanılır da deyə bilmərik. Yəni hərənin bir cür bir şeydən istifadə etməsi. Məsəl üçün, qışlamaq üçün isti ölkələrə uçub gedən quşlar yazda geri qayıdır. Əvvəlcə yuva qurur, sonra yumurtlayır və kürt yatır. Onlar yumurtadan çıxan aciz balaları uzun müddət qidalandırır. Bəzi quşlar balanı qidalandırmaq üçün gün ərzində dəfələrlə yuvadan uçur, onu soyuqdan, istidən və düşmənlərdən qoruyur. Zərurət yarandıqda aldadıcı manevrlər edir. Bütün bunlar bir çox ardıcı reflekslərin təzahürüdür. Heyvanların mürəkkəb davranışına təzahür edən bu cür reflekslər ardıcıllığına instinkt deyilir. Məməli heyvanlarda instinktlə bərabər daha mürəkkəb hərəkət və davranışlar müşahidə olunmuşdur. Bu heyvanların bəzilərində ətraf mühitdəki əşya və hadisələr arasında olan əlaqələri duymaq və ondan istifadə etmək qabiliyyəti var. Bu düşüncəli fəaliyyətdir. Məsələn, burada meymuna baxın. Yağış yağır və yarpağı başına tutur. Bax, bu düşüncəli fəaliyyətdir. Məsəl üçün, bir meymun əgər yağışdan qorunmaq üçün bu anadan gəlmə belə deyək də, məsələn, bir meymun yağışdan qorumaq üçün başına yarpaq tutursa, başqa bir meymun məsəl üçün başqa bir şey tuta bilər və ya ağacın altına girə bilər, özünü qorumaq üçün başqa bir yola əl ata bilər. Mən bayaq ona görə dedim ki, düşüncəli fəaliyyət o deməkdir ki, əşya və ya hadisələrdən hərə bir cür istifadə edir. Məsəl üçün, bu meymun özünü qorumaq üçün yarpaqdan istifadə etdi. Artıq o düşüncəli fəaliyyət elədi. Yəni, bu instinkt deyildir. Bu şəkildə yadınızda saxlayın. Məsələn, burada görürsünüz, məsələn, buradakı meymun bananları götürmək üçün həmin qutuları üst-üstə qoyur. Artıq bu onun, belə deyim, düşüncəli fəaliyyətidir. Artıq o, belə deyək də, məsələn, başqa bir meymun bu bananları götürmək üçün başqa üsuldan istifadə edəcəkdir. Alimlər müxtəlif təcrübə və müşahidələr nəticəsində heyvanlarda mövcud olan düşüncəli fəaliyyəti öyrənirlər. Bunu dedik. Heyvanlardan fərqli olaraq insanlarda sinir fəaliyyətinin ən yüksək forması şüur yaranmışdır. Beləliklə, beynin inkişafı sayəsində insan düşüncəli fəaliyyətin ali forması olan mücərrəd təfəkkür imkanına yiyələnmişdir. O, söz vasitəsilə fikirlərini başqasına çatdırır, xarici qıcıqları analizi və sintez edir. İnsan məhz nitq vasitəsilə hadisələri ümumiləşdirmək qabiliyyətinə malikdir. Bir də burada dəniz atı göstərilibdir. Burada dəniz ayığı yazıblar. Yəni dəniz atı göstərilibdir. Dəniz atı haqqında belə bir məlumat verim sizə. Dəniz atı yeganə canlıdır ki, bunda erkəklər doğur, balaları erkəklər doğur. Və bunlarda belədir ki, erkəklər dişiləri cəzb etmək üçün, yəni öz dişisi hansıdırsa, dişinin bədənində olan naxışları özü qəbul edir. Yəni eynən öz dişisinin bədənində olan naxışlara sahib olur.
Ona görə ki, yəni başqa erkəklər həmin dişini qapmasın deyək. Yəni bilsinlər ki, bu artıq aiddir, yəni özünündür. Ona görə də dişinin bədəndə olan naxışların eynisi özündə olur. Belə bir xüsusiyyəti var bunların. Aha, davam eləyək. Hansı istiqamətlər düzgün seçilməyib? Burada 3-cü tapşırığımıza baxaq gəlin. Deməli, düzgün seçilməyib deyir. İtin sahibini tanıması instinktdir. İtin sahibini tanıması instinkt deyildir. Bu, düşüncəli fəaliyyətdir. Instinkt biz dedik ki, anadan gəlmə olur. İt necə sahibini anadan gəlmə tanıya bilər ki? Bunun sahibi olmasaydı, bu bilərdi ki, bu mənim sahibimdir. Anadan gəlmə bu mənim sahibimdir. Bilməzdi. Yəni, məsəl üçün, biri itin sahibidirsə, it sahibini dəyişsə, artıq başqa biri onun sahibi olacaq. Yəni, anadan gəlmə eyni bir adamı bu tanıya bilməzsən, buna instinkt deyə bilməzsən. Düşüncəli fəaliyyətdir. Pişiyin qabın qapağını açıb qida yeməsi düşüncəli fəaliyyət. Bəli, pişik elə bir ki, əşya və ya hadisələr arasında onun necə istifadə edəcəyini düşündü. Artıq bu düşüncəli fəaliyyətdir ki, mən bunun qapağını açsam, oradan yeməyi ala bilərəm. Bu cür istifadə elədi. Bu düzdür. Müəllimin dərsi izah etməsi mücərrəd təfəkkürə əsaslanır. Bəli, bu da düzdür. Peyin böcəyinin yumurtalarını peyin topalarına qoyması instinktdir. Xeyr, bu instinkt deyil, bu düşüncəli fəaliyyətdir. Bu artıq necə deyək? Daha doğrusu üzr istəyirəm. Bəli, bu instinktdir. Artıq yumurtalarını peyin topalarına qoyması bunda anadan gəlmə yaranan bir şeydir. Yəni onun anası buna öyrətmir ki, yəni sən zamanla yumurtalarını peyin topasına qoy, bu cür eləməlisən. Bu artıq o anadan gəlmə özündə formalaşıb. Naxa balığının kürlərini qarnına yapışdırması düşüncəli fəaliyyət. Xeyr, düşüncəli fəaliyyət deyil. Bu artıq instinktdir. Yəni naxa balığının anadan gəlmə və yaxud anası ona öyrətmir ki, sən bunu bu şəkildə eləməlisən gələcəkdə, kürlərini qarnına yapışdırmasın. Sonra da öyrənilmir ki, yəni. Bu əslində instinktli, prosto düşüncəli fəaliyyət yazıblar. Yanlışdır. Orqanizmimizi öyrənək. Deməli, orqanizmimizi öyrənən, ümumiyyətcə insan orqanizmini öyrənən yalnız insana, burada da qeyd edib ki, yalnız insan orqanizmini və onunla əlaqədar olan prosesləri öyrənməyə xidmət edən bir sıra elmlər vardır. Bunlar hansılardır? İnsan anatomiyası, fiziologiyası, gigiyena və psixologiya elmlərdir. İnsan anatomiyası Yunanca anatemno yarmaq deməkdir. Orqanların forma və quruluşunu, sistemini və ümumilikdə orqanizmini öyrənir. İnsan fiziologiyasına gəldikcə fizis, təbiət, logos elm deməkdir. Hüceyrə, toxuma, orqan və orqanizmlərin yerinə yetirdikləri funksiyaları öyrənir. Gigiyena da Yunanca gigiyonos sağlam deməkdir. İnsan sağlamlığını qorumağı, əmək və istirahətin düzgün təşkilini öyrənir. Psixologiya elmi də psix, yəni belə deyək də ruh mənasını verir. Hər bir şəxsin fərdi xüsusiyyətlərini və psixi proseslərinin ümumi qanuna uyğunluqlarını öyrənir. İnsan sosial varlıq kimi olduğundan ondan təcrübə obyekti kimi istifadə etmək mümkün deyil. Yəni eksperiment metodlarını insana tətbiqi qeyri-mümkündür. Bəs onda bu elmlər insan orqanizmi hansı metodlardan istifadə edərək öyrənir? Əvvəllər insan orqanizmini öyrənmək üçün meyitlər üzərində tədqiqat aparılırdı. Alimlər insan bədəninin quruluşunu onurğalı heyvanların, xüsusilə məməllərin bədən quruluşu ilə müqayisə edərək bunlar arasında böyük oxşarlıq olduğunu müəyyənləşdirdilər. Bu da fizioloqlara insan bədənindəki üzvlərin funksiyalarını öyrənmək üçün heyvanlar üzərində təcrübə aparmağa imkan verdi. Burada deməli cihazları görürsüz. Belə deyək də, ümumilikdə bəzi fizioloji müşahidələr insan üzərində də aparmaq mümkündür. İnsan orqanizminin əksər orqanlarında daim çox zəif elektrik cəryanları, yəni biocəryanlar əmələ gəlir. Bu cəryanlar orqanizmin vəziyyətindən asılı olaraq dəyişir. Onların qeydə alınması ilə bəzi orqanların funksiyaları öyrənilir. Baş verən dəyişikliklər aşkara çıxarılır. Ürəyin, məsəl üçün, biocəryanlarını elektrokardioqraf cihazı ilə, beynin biocəryanları isə elektroensefaloqraf cihazı vasitəsilə qeydə alınır. Tonometr insanın qan təzyiqini ölçür, spirometr ağciyərlərin həyat tutumunu müəyyən etmək üçün istifadə olunur. Yəni uşaqlar, burada əslində belə deyək də, izah ediləsi bir şey yoxdur. Sadəcə olaraq yadda saxlanılası yerlər var buradakı. Ümumiyyətlə cümlə oxuyub yadda saxlamalısınız. Bu heç, yəni bu öz yerində. Sadəcə məsələn daha çox testə düşə biləcək yerlər var ki, yəni ümumi izah edəcək bir şey yoxdur. Ona görə də bu şəkildə oxuyub keçirəm bunu. Spirometr ağciyərlərin həyat tutumunu müəyyən etmək üçün istifadə olunur. Həzm sistemini öyrənmək üçün zondlama, röntgenografiya, radiotelemetriya, endoskopiya kimi üsullardan istifadə olunur. Və insan sağlamlığına zərər vurmadan rentgen, ultrasəs və sair vasitələrdən istifadə olunur. Yadınızda saxlayın bunu. Bunlar asandır, buraya ehtiyac yoxdur. Aha, deməli bu qədər. Gələn dərsdə sinir və endokrin sistemini izah edəcəm sizə. Sağ olun.